Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, lezzetli pencər qovurması hazırlayacağım. Əslində bilmirəm siz tərəflərdə xanımlar bu bitkinin adına nə deyirlər? Biz tərəfdə pencər deyirlər, həm unluca, həm də pencər. Cırına unluca deyirlər, belə peyvəndinə isə sadəcə pencər deyirlər. Bostanda yabani formada bitir. Gəlin keçək hazırlanmasına. Yaxşıca pencəri yuyuram. Öncədən qazın üzərinə qoyduğum qaynayan suyun içərisinə əlavə edirəm. 3-4 dəqiqə bu suda qaynadaraq pörtlədirəm. Çox bişirməyə ehtiyac yoxdur. Digər tez bişən göyərtilərdə sonda içərisinə əlavə edirəm. Digər göyərtilərdən mən ispanaq, şüyüd və azacıq da kişmişdən istifadə etdim. 3-4 dəqiqə bu formada qaynayan pencərin üzərinə digər göyərtiləri əlavə edirəm. Belə saplı əlavə etdim. Dadlı yeri elə saplarıdır. Buna görə saplarını kəsmədim. Həm də yumuşaq idi. Ona görə saplarını kəsmədim. Bir dəqiqədə bu göyərtiləri qaynadıram. Daha sonra süzgəcdən süzürəm. Gözləyirəm suyun süzülməyini. Suyun süzüldükdən sonra yağ soğan hazırlayıram. Baxın gördüyünüz kimi burada göstərirəm. Süzgəcdən suyun süzülməyini gözləyirəm. Bir ədəd böyük boy soğan doğradım. İçərisinə zövqə görə kərə yağı və yaxud da duru yağdan da istifadə edə bilərsiniz. Yağda soğanları azacıq qızardıram. Üzərinə rəng üçün sarıcıq əlavə edirəm və suyun süzülməyini gözlədiyim pencərləri qovurduğum soğanın üzərinə əlavə edib qarışdırıram. Əlbəttə ki, desəz ki, uzun qalacaq. Əlbəttə ki, doğramışam, oranı çəkməmişəm. Pörtlətdikdən sonra suyun süzdüm və göyərtiləri böyük formada doğradım. Öncədən doğrayıb pörtlədə bilərsiniz. Mənim üçün belə rahat olduğundan mən belə etdim. Sonra üzərinə duz əlavə edirəm, qoyuram. 10 dəqiqədə belə aşağı xodda pişsin və artıq yeməyimiz hazırdır. Çox dadlı, ləzzətli yay yeməyimiz alındı. Sarımsaq qatıqla bu yemək möhtəşəm olur. Mütləq hazırlayın, nuş edin.